Biz bugün 4-cü sinif şagirdləri üçün səhifə 37 və 38-i izah edəcəyik. 4-cü sinif Azərbaycan dili dərsliyi 1-ci hissə. Vaxt itirmədən keçək tapşırıqlara. Tapşırığı ilə başlayırıq. Qeyd olunur ki, aşağıda verilmiş yaddaş xəritəsinə uyğun qeydlər götürməklə Hüseyn Quluxan mətnini dinləyin. Təbii ki, dərsimiz tarixi informativ mətndir, dostlar. Gəlin Hüseyn Quluxan mətnini dinləyək. Bir dəqiqə. Baxaq. Başladıq. Rusiya Azərbaycan ərazisindəki xanlıqları ələ keçirməyə çalışırdı. Bu məqsədlə Rus ordusu 1804-cü ildə Gəncə xanlığına hücum edir. Ağır döyüşlərdə Cavad xan həlak olur. Gəncə işğal edilir. 1805-ci ildə isə Qarabağ, Şəki və Şamaxı xanlıqları Rus hakimiyyətinə tabe olur. 1806-cı ildə general Siyanovun başçılığı ilə Rus ordusu Bakıya hücum edir. Bakı cəmaatının müqavimətinə baxmayaraq, Rus ordusu Bakını mühasirəyə alır. Siyanov Bakı xanı Hüseyn Quluxandan qala qapısının açarlarını istəyir. Hüseyn Quluxan razılıq verir. Açarları şəxsən Siyanova təhvil verəcəyini söylüyor. General Siyanov Bakının qala qapısının yanına gəlir. Burada o, Hüseyn Quluxanın qardaşı oğlu tərəfindən öldürülür. Bununla Gəncə xanı Cavad xanın və minlərlə Azərbaycanlının qisası alınır. Deməli, dostlar, məkan, hekayə xəritəsi tətbiq edirik, yaddaş xəritəsi. Hadisələr harada baş verirdi? Azərbaycanda, yanaşı olaraq Gəncə və Bakı şəhərlərində. Düzdürmü? Məkana yazacağıq. Azərbaycan, Gəncə və Bakı şəhəri. Tarixlər 1804-cü il, 1805-ci il və 1806-cı il. Tarixi şəxsiyyətlər Cavad xan, Siyonov, deməli Hüseyn Quluxan. Tarixi hadisə Rus ordusunun Gəncəyə hücumu və Cavad xanın öldürülməsi. Sonra Qarabağ, Şəki və Şamaxı xanlıqlarının Rus hakimiyyətinə tabe olması. Rus ordusunun Bakı xanlığına hücumu və general Siyanovun Hüseyn Quluxanla görüşü Siyanovun öldürülməsi ilə Azərbaycanlıların qisasının alınması. Burada hansı köhnəlmiş sözlərdən istifadə olundu? Xanlıq və xan sözlərindən istifadə olundu, dostlar. Götürdüyünüz qeydlərə əsaslanaraq Hüseyn Quluxan mətninin tarixi informativ mətn olduğunu əsaslandırın. Nəyə əsaslandıra bilərik? Baxın, burada tarixdə baş vermiş hadisələr göstərilir. Rus ordusunun Bakı xanlıqlarını necə işğal etməsindən bəhs olunur. General Siyanovun deməli Cavad xanı öldürməsindən bəhs olunur. Hüseyn Quluxanla görüşündən bəhs olunur. Sonra Azərbaycan xanlıqlarının Rus ordusunun tərkibinə daxil olmasından bəhs olunur. Burada tarixi ardıcıllıqlar var. 1804-cü il, 1805-ci il, 1806-cı il hadisələri qeyd olunur. Rus ordusunun Gəncəyə hücumu, Cavad xanı öldürülməsi, bunlar hamısı tarixi faktlardır. Və mətnin tarixi informativ mətn olduğunu bizə göstərir. Davam edək. Sizcə tarixi mətnlərin müəllifləri keçmişdə baş vermiş hadisələr haqqında məlumatları necə əldə edirlər? Təbii ki, əziz dostlar, tarixçilər olur və bu tarixçilər həmin hadisələri qeyd edirlər. Tarixin müəyyən dövrlərində tarixçi olur. Məsələn, biz indi bir tarixi yaşayırıq, düzdürmü? Məsələn, müharibə 2-ci Qarabağ döyüşlərini yaşadıq, ondan sonraki hadisələr, sülh müqaviləsinin imzalanması, onlar hər biri tarixin qeydlərində yazılır. Və siz gələcəkdə bunu tarix kitablarında öyrənəcəksiniz, oxuyacaqsınız, yeni tarix, köhnə tarix. Və yəni insanlar keçmişdə baş verilmiş hadisələr haqqında məlumatlar əldə etmək üçün tarixi qeydlərdən istifadə edirlər, rəsmlərdən, əşyalardan, abidələrdən, xalçalardan. Yəni hər bir keçmişdən qalmış əşya bir tarixi mənbədir. Baxın, tarixi mənbə. Qədim əşyalar, abidələr, rəsmlər, xalçalar, əsərlər tarixi mənbələrdir. Tarixi mənbələr qədim dövrlərdə yaşamış insanların həyatını, adət-ənənələrini, mədəniyyətini öyrənməyə kömək edir. Məsələn, keçmişdən tapılmış əşyalar, mis qablar və s. xalçalar, rəsmlər, adi belə götürək də 100 il bundan əvvəl tikilmiş evlər, onlar öz tarixi memarlığı ilə həmin dövrün xüsusiyyətlərini özündə daşıyır. Məsələn, Şəki Xan Sarayında yəqin ki, çoxunuz olmusunuz. Oradakı baxın memarlıq xüsusiyyətləri, öz dövrünün memarlıq xüsusiyyətlərini bizə göstərir. Aşağıdakı tarixi mənbələr Pənahəli xan mətnində verilmiş hansı məlumatı təsdiq edir? Gəlin baxaq, 1835-ci ildə Rus tarixçilərindən biri yazırdı. Şuşa sanki möcüzə nəticəsində yaranmışdır. Gəncə tərəfdən onu hündür daş divarlar,
dar mazğallar və uca qüllələr əhatə edir. Qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb. Baxın, orada məlumatlar var idi ki, Şuşa qala divarları ilə əhatə olunub. Tapsam burada da göstərəcəm. Burada qeyd olunmuyor, eybi yoxdur. Baxaq. Deməli, baxın, orada qeyd olunmuşdu ki, Şuşa hər tərəfdən, getirin mətnini göstərək. Baxın, deyir ki, Qarabağ xanlığının iqamətgahı Şahbulaq qalasından buraya köçürür. Şəhərdə Pənahabad atılan gümüş pul buraxılmağa başladı. Şəhər dedi ki, 10,5 km uzunluğunda müdafiə divarları ilə əhatə olunmuşdur. Qalanın dairəvi bölgüslərinin mağazaları və 3 darvazası vardı. Artıq burada da göstərilir ki, o hər tərəfdən qala divarları ilə əhatə olunmuşdu. Sonra deyirdi ki, sıldırım qayaların üstündə bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş yüksəklikdə indiki Şuşa şəhəri salınır. Artıq bu məlumat mətndəki məlumatla üst-üstə düşür. 1847-ci ildə Mirzə Camal Cavanşir Qarabağ tarixi əsərində yazılırdı. Nadir Şah tərəfindən Xorasana köçürülmüş Qarabağ tayfaları vətənlərinə gəlməkdə idilər. Pənahəli xan adamları ilə birlikdə sürgündən qayıdan Qarabağlıları qarşılamaq üçün sərhəddə qədər getdi. Hər kəs yurduna qayıdıb rahatlandı. Deməli, baxın, Nadir Şah tərəfindən Xorasana köçürülmüş Qarabağ tayfaları vətənlərinə geri dönürdülər. Mətndə bu haqda məlumat var idi. Qarabağa bir dəqiqə əsaslı qoyulu məhkəmə yurtlarının. Baxın, burada deyir. Deyir ki, Pənahəli xan, bir dəqiqə. Pənahəli xan xanlığı möhkəmləndirmək üçün tədbirlər görür. Vaxtilə yurtlarından sürgün edilmiş Qarabağ tayfalarının qayıtmasına kömək edir. Baxın, bu artıq bizə göstərilir ki, həqiqətən də onların vətənə qayıtmasına kömək edir, onları qarşılayır. Cəmaatı eyni mübarizə aparır. Burada yox idi. Həmin hissədə idi. Əsas bu məlumat mətndəki məlumatdan üst-üstə düşür, həqiqiliyini göstərir. Davam edək. Azərbaycan Milli Tarix Muzeyində saxlanılan bu eksponat Qarabağ xanlığı haqqında hansı məlumatı təsdiq edir? Pənahəli xan mətninin hansı hissəsində bu tarixi mənbəyə isnad edə bilər? Qarabağ xanlığı gümüş pulu Pənahabədi. Baxın, orada var idi ki, yəni indicəni oxuduq. Hardaydı? Deyirdi orada, deyir ki, şəhər xanının şərəfinə Pənahabəd adlandırılır. Orada pul buraxılmağa, şəhərdə deyirdi, Pənahabadi adlanan gümüş pul buraxılmağa başlayır. Baxın, artıq bu mətndəki məlumatı əsaslandırmağa kömək edir. Hansı hissəsində əsas hissədə qeyd olunurdu? Xanlığın gümüş pulu Pənahabədi. Artıq baxın, bu pul da bir tarixi mənbədir. Aşağıdakı bayatını oxuyun, mətnin məzmunu ilə əlaqələndirin. Pənahəli xanın Azərbaycan tarixindəki rolu haqqında danışın. Bu qala bizim qala, həmişə bizim qala, tikmədim özüm qalam, tikdim ki izim qala. Deməli, dostlar, mətnin məzmununu necə əlaqələndirə bilərik? Şuşa qalasını tikdirib, düzdürmü? Pənahəli xan. Həmişə də bizim qaladır. Bəli, Şuşa sözsüz ki, tikməyib ki, özü üçündür. Tikib ki, izi qalsın tarixdə və gələcək nəsillərə də miras qalsın, düzdürmü? Bu da mətnimizlə əlaqələndirilə bilər bu şəkildə ki, həqiqətən də bugün biz Pənahəli xandan danışırıq, onun tikdirdiyi Şuşa qalasından danışırıq. Həqiqətən də onun izlərini görürük, düzdürmü? Yaşadığı həyatı, onu xatırlayırıq Şuşa qalası ilə. Yəni, özü üçün tikdirməyib, tarixdə bir iz qoyub, düzdürmü? Pənahəli xanın tikdirdiyi Şuşa qalası bu gün də qorunub, saxlanılır və Azərbaycan xalqı üçün yenilməzlik simvoluna çevrilib. Bayatda da deyildiyi kimi, əsl şəxsiyyət dünyadan keçib gedəndən sonra adının yaşaması üçün çalışmalıdır. Burada qala sözünə diqqət edək. Bu qala bizim qala. Baxın, buradakı qala, dostlar, qala mənasındadır. Hansı ki, Şuşa qalası. Qala, divarları olan yer mənasındadır. Həmişə bizim qala, yəni həmişə bizim qalsın, həmişə bizim olsun mənasındadır. Tikmədim özüm qalam, yəni özümün qalacağım bir yer kimi tikmədim, yaşayacağım bir yer kimi tikmədim. Tikdim ki, izim qala, yəni izim qalsın mənasında işlədilmişdir. Qala sözünü görürsünüz, neçə müxtəlif mənaçaları burada yaratmışdır. Sonra bayatda işlənən qala sözünün mənalarına diqqət etdik. Hansı misraları qala sözü həm isim, həm də feil kimi düşünülə bilər? Gəlin baxaq. Bu qala bizim qala. Bu qala, baxın burada. Baxın bu hissəyə diqqət edin. Bu qala bizim qala.
Buradakı qala sözü həm isim, həm də feil kimi düşünülə bilər. Bir var deyirsən ki, bu qala bizim qala, yəni bizim qalamız. Bir də var desən bu qala bizim qala, yəni bizim olsun da, bizə qalsın mənasında. Həm isim, həm də feil kimi düşünülə bilər. İkinci misrada həmişə bizim qala. Yəni həmişə bizim qalamızdır. Bir də var deyirsən ki, həmişə bizim qala, yəni həmişə bizim olsun, bizə qalsın mənasında. Sonra tikmədim özüm qalam, yəni özüm qalım. Buradakı feildir, bu feildir, birbaşa feildir. Yəni birinci, ikinci misrada həm isim, həm də feil kimi düşünülə bilir. İsim və feil kimi düşünülə bilir. Amma tikdim ki, izim qala, burada ancaq feil kimi düşünülə bilir. Yaşamaq, var olmaq mənasındadır. Deməli, qala sözü necə sözdür dostlar? Homonim sözdür. Dəqiqə. Davam edək. Pənahəli xan mətninə və aşağıdakı tarixi mənbələrə istinad edərək qalaların tikilmə ardıcıllığını müəyyən edin. Qarabağ qalaları adlı tarixi informativ mətn hazırlayın. Şuşa şəhərinin binasını qoydular. Şahbulaqda sakin olanları buraya gətirdilər. Sonra Pənah xan öz ailəsi üçün imarətlər və geniş binalar saldırdı. Mirzəli Gözəl bəy 1845-ci il qeydləri. Pənahəli xan öz iqamətgahını Bayat qalasından Şahbulağa köçürdü, lakin buranın iqlimi isti idi, həm də xanlığın mərkəzi kimi əlverişli deyildi. Bu səbəbdən xan burada həmişəlik qalmaq münasib görmədi. Əhməd bəy Cavanşir. Deməli dostlar, biz mətndə öyrənmişdik ki, gəlin qaydaq mətnimizə. Deyirdi ki, iqamətgah üçün əvvəlcə Bayat qalasına, sonra Şahbulaq qalasını tikdirir. Düzdürmü? İndi baxaq. Yəni birinci Bayat qalası, sonra Şahbulaq qalası tikilir. Düzdürmü? Çox getdim. Deməli, Şuşa şəhərinin binasını Şahbulaqda sakin olanları Bayat qalasından Şahbulağa köçürür. Deməli, birinci Bayat qalasından Şahbulağa köçürür. Lakin buranın iqlimi isti idi, həm də xanlığın mərkəzi kimi əlverişli deyildi. Bu səbəbdən xan burada həmişəlik qalmır. Yəni birinci bu hadisələr baş verir, düzdürmü? Sonra isə Şuşa şəhərinin binasını qoyur, ikinci bu hadisələr baş verir. Şahbulaqda sakin olanları buraya gətirir. Sonra Pənah xan öz ailəsi üçün imarətlər və geniş binalar tikdirir. Yəni Pənahəli xan əvvəlcə Bayat qalasını, sonra Şahbulaq qalasını, daha sonra Şuşa qalasını tikdirmişdir. Biz bu haqda mətndə də gördük. Baxın dostlar, Şahbulaq qalası Ağdam ərazisində yerləşir. Bayat qalası Ağcabəddə yerləşir. Şuşa qalası isə artıq Qarabağ ərazisində yerləşir. Yəni ilk öncə Ağcabəddə tikir. Buranın iqlimi biraz daha istidir, təbii ki bilirik. Sonra Şahbulağa gətirir. Şahbulaq deyir, lakin buranın da iqlimi istidir. Ağdamdan nisbətən istidir. Sonra Şuşaya gətirir, artıq dağların zirvəsində alınmaz bir qala tikdirir. Sonra mətndə nümunə var. Burada gəlin nümunəyə baxaq. Bayat qalası Ağcabədi ərazisində yerləşir. Baxın, mətndə də qeyd olunur. Bu qalanı Pənahəli xan 1747-ci ildə tikdiribdir. Yəni bu haqda mətndə məlumat var idi. Qarabağ xanlığını yaratdıqdan sonra tikdiribdir sözsüz ki. Bura Qarabağ xanlığının ilk iqamətgahı olub. Ağdam ərazisində yerləşən Şahbulaq qalasını da Pənahəli xan tikdirib. Bura Qarabağ xanlığının ikinci iqamətgahı olub. Bu haqda 1884-cü ildə Əhməd bəy Cavanşir öz əsərində yazır. Əhməd bəy Cavanşir haradaydı? Baxın burada. Görürsünüz, Əhməd bəy Cavanşirin yazdıqları burada qeyd olunmuşdu. Deməli, Pənah xan öz iqamətgahını Bayat qalasından Şahbulağa köçürdü. Lakin buranın iqlimi isti idi. Həm də xanlığın mərkəzi kimi əlverişli deyildi. Bu səbəbdən xan burada həmişəlik qalmağı münasib görmədi. Pənahəli xanın tikdirdiyi qalalardan ən deməli möhkəmi Şuşa qalası olur. Pənahəli xan Qarabağın ən yüksək hissəsində, baxın artıq bu hissədir, növbəti hissə. Görürsünüz, bu hissədən istifadə edə bilərik davamında. Pənahəli xanın tikdirdiyi qalaların ən möhkəmi Şuşa qalası olur. Pənahəli xan Qarabağın ən yüksək hissəsində sıldırım qayaların üzərində iki Şuşa şəhərini saldırır və şəhərin ətrafına qala divarları çəkdirir. Siz istəsəniz belə yaza bilərsiniz də, məsələn, əvvəlində Bayat qalası haqqında məlumat verərsiniz ki, Bayat qalası Pənahəli xan tərəfindən tikilmişdir 1747-ci ildə.
Qarabağ xanlığının ilk iqamətgahı olmuşdur. İndiki Ağcabədi ərazisində yerləşir Bayat qalası. Sonra qeyd edə bilərsiniz ki, növbəti ikinci iqamətgah, Qarabağ xanlığının ikinci iqamətgahı Ağdam Şahbulaq qalası olmuşdur. O isə indiki Ağdam ərazisində yerləşir. Sonra qeyd edə bilərsiniz ki, Əhməd bəy Cavanşir bu haqda yazırdı. Əhməd bəy Cavanşir 884-cü ildə bu haqda yazırdı. Pənahəli xan öz iqamətgahını Bayat qalasından Şahbulağa köçürdü, lakin buranın isti iqlimi həm də xanlığın mərkəzi kimi əlverişli deyildi. Bu səbəbdən xan burada həmişəlik qalmağı münasib görmədi və Qarabağın ən gözəl güşəsində Şuşa qalasını saldırdı. Şuşa qalası haqqında daha geniş yaza bilərsiniz. Mətndəki məlumatlardan istifadə edə bilərsiniz ki, Şuşa qalası, baxın buradakı məlumatlardan, Qarabağ xanlığının iqamətgahı Şahbulaq qalasından buraya köçürülür. Şəhərdə Pənahabad adlanan gümüş pul buraxılmağa başlayır. Şəhər 2,5 kilometr uzunluqda müdafiə divarları ilə əhatə olunmuşdur. Qalanın dairəvi büstləri, mağazaları, 3 darvazası var. Sonra qeyd edə bilərsiniz ki, 1752-ci ildə tikdirilmişdir. Bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş yüksəklikdə indiki Şuşa şəhəri yerləşir. Və bu haqda Mirzə Adgözəl bəy yazır ki, Şuşa şəhərinin binasını qoydular, Şahbulaqda sakin olanları buraya gətirdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Mənim sizə tövsiyəm olar ki, uşaqlar, bəli, metodik vəsaitdən istifadə edə bilərsiniz. Əlimizin altındadır, biz ondan istifadə edirik. Amma eynisini yazmağa heç vaxt cəhd etməyin. Oxudunuz, özünüzünkiləşdirin mətni, öz sözlərinizlə yazmağa çalışın. Necə başa düşdünüz, nə başa düşdünüz? Mən əlavə nə yaza bilərəm buradan? Fərqli necə yaza bilərəm? Bax, belə düşünüb yazmaq lazımdır. Yaxşı, deməli, abzas başlıqlarına da diqqət etməyimiz önəmlidir. Səhifə 38-i bitirdik, növbəti dərsi səhifə 39-u izləyəcəyik. Hələlik.